Beta qammadan nöqtə alfadan böyük olarsa, verilən ifadəni sadələşdirin. Beta bucağı B tərəfinin qarşısındakı bucaqdır. Alfa A-nın, qamma isə C-nin qarşısındakıdır. Üç bucaqlarda bucaq tərəf əlaqəsinə uyğun olaraq böyük bucağın qarşısında böyük tərəf, kiçik bucağın qarşısında kiçik tərəf durur. Deməli, beta böyükdür qamma, o da böyükdür alfa olduğu üçün elə B tərəfi böyükdür C-dən, C də böyükdür A-dan olacaqdır. Bu şərtə əsasən biz verilən ifadəni sadələşdirək. -2 vurulsun. B A-dan böyük olduğu üçün modulda müsbətdir, yəni olduğu kimi B çıxılsın A şəklində açırıq. Çıxılsın. A C-dən kiçik olduğu üçün A ilə C-nin fərqi mənfi ədəddir. Deməli, ya C çıxılsın A şəklində, ya da qarşısına mənfi yazaraq həll edə bilərik. Mənfi yazsaq müsbət olacaq bu da işarəmiz. Olacaq A çıxılsın C və çıxılsın. Deməli, B C-dən böyük olduğu üçün ifadəmiz elə olduğu kimi qalır. B çıxılsın C şəklində bərabərdir. -2B üstə gəlinsin. Mənfini mənfiyə vurduqda müsbət eləyir. 2A üstə gəl A çıx C çıxılsın B və mənfi müsbət elədiyi üçün müsbət C bərabərdir. Verilən ifadəmizdə C mənfi C müsbət islah gedir. -2B ilə -B bizə verəcək -3B. 2A ilə müsbət A isə bizə 3A verər. Deməli, ifadəmiz olacaq 3A çıxılsın 3B şəklində. Və ya 3-ü mötərizə xaricə çıxardaraq 3 vurulsun A çıx B şəklində də yazmaq olar. Cavab 3A çıx 3B.